Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Mövzumuz İslam əqaidi barəsindədir və ötən bəhsimizdə biz imamət məsələsi barəsində siz əzizlərlə müzakirə etdik. Və dedik ki, ümumi olaraq imamət Şiə əqidəsində üsul-i-din məsələsinə aiddir. Lakin digər məzhəblər imamət məsələsini furu-i-dinə, dinin əməli sahəsinə aid bilmişdir. Və dedik ki, biz edə bilərik imamət məsələsini 5 sual ətrafında danışaq. Onlardan biri məl-imam anlayışı, yəni imam sözünün leksik və terminoloji mənası və İslam məarifində bu sözün işlənmək nümunələri. İkinci meyar bu idi ki, həl-il imam, imamın vacibliyi, var olma səbəbləri barəsində. Yəni, ümumən İslam ümmətinə imam lazımdırmı? Peyğəmbərdən sonra imamət, rəhbərlik lazımdır, yoxsa yox? Demək olar ki, bütün məzhəblərin ittifaq və həmfikir olduğu məsələlərdən biri budur ki, bəli, Peyğəmbərdən sonra bu ümmətə imam lazımdır. Bu məsələni nəzəri olaraq inkar edib, əməli olaraq qəbul edən demək olar ki, xəvaricdir. Yəni, xəvaric məzhəbi deyir ki, nəzəri olaraq imam lazım deyil, amma əməli olaraq görür ki, onların da imamı vardır. Hər bir halda imamın vacibliyi barəsində həm əhl-i-sünnə və həm də şiə bir çox məsələləri qəbul etmiş və müzakirə etmişdilər. Onlardan biri budur ki, biz əqli dəlillər əsasında görürük ki, imam vacibdir. Yəni, imamın olmağı, imamətin olmağı vacibdir. Yəni, Peyğəmbərdən sonra bu ümmətin rəhbərə ehtiyacı var. Yəni, ağıl bunu dəstəkləyir. Burada bir sıra dəlillər, argumentlər, İslam ilahiyyatçıları müzakirə etmişlər. Onlardan ən məşhuru ki, demək olar şiələr tərəfindən təqdim olunmuşdur, lütf argumentidir. Lütf argumentinin qısa olaraq xülasəsi bundan ibarətdir ki, Allah Teala'ya mükəlləflər, biz insanlar ibadət etmək, itaət etmək üçün yaradılmışıq. Yəni, insanların varlığının fəlsəfəsi Allaha ibadət və itaətdir. Allah belə bir vacibi biz insanların boynuna qoyub. İndi Allah bu vacibə yaxınlaşdırmaq üçün peyğəmbərlər də göndərib. Peyğəmbərlər biz insanlara boynumuzda olan vacibi icra etmək üçün ilahi bir lütfdür. İlahi bir lütf nədir? Yəni, bizim boynumuzda olan o vacibə bizi yaxınlaşdırır. Bizə təqdim edir ki, Allaha bu formada ibadət etmək lazımdır. Belə itaət etmək lazımdır. İndi bu Peyğəmbər ki, xətm olur, bu məsələ, yəni bu ehtiyac yenə insanların boynuna qalır, yoxsa yox? Biz görürük ki, bəli, yenə insan Allaha itaət və ibadət etməlidir. Demək, yenə də imam olmalıdır, yəni bir şəxs olmalıdır ki, Allahın bu vacibi yerinə yetirilsin. Allahın imam təyin etməsi belə bir lütfdür və Allah Teala da həmişə bəndələrinə qarşı bu lütfü icra edir, yəni hər zaman imam təyin edir. Demək, imamın təyin olunması əqli cəhətdən Allaha da vacibdir. Yəni, Allah gərəkdir ki, imam təyin edə. Allah gərəkdir imam təyin edəndə bu ağlın Allah üzərində təyin etdiyi təklif deyil. Yəni, belə deyil ki, ağıl belə bir təklifi Allahın üzərinə atır. Xeyr, bəlkə ağıl belə bir təklifin Allah tərəfindən bəyan olunmasını kəşf edir. Yəni, ağıl bu məsələni kəşf edir. Sadə bir misal, məsələn, hər hansı bir alim yerin cazibə qanununu kəşf edir. İndi, məsələn, Newton deyir ki, yerə vacibdir ki, cazibəsi olsun. Yəni, Newton bunu kəşf edəndən sonra
yerin üzerine belə bir məsuliyyət qoydu, yoxsa bu məsuliyyət var idi, onu kəşf etdi. Təbii olaraq bu məsuliyyət vardı və onu kəşf etdi. Yəni, ağıl deyir ki, Allaha imam təyin etmək vacibdir. Nəinki ağıl deyir ki, Allah bu işi görməlidir. Xeyr, ağıl bu məsələni kəşf edir ki, elə Allah həmişə insanları itaət və ibadətə yaxınlaşdırmaq üçün müəyyən bir şəxs təyin etmişdir. Bir dəfə bu Peyğəmbər olur, Peyğəmbərlikdən sonra imam olur. Bundan sonra bu lütf bürhanını əsasən mütəkəllimlər təqdim etmişdir ki, lütfə əsasən imamın olmaqlığı vacibdir. Hükəma və filosoflar sosial zərurətə əsasən demişlər ki, imamın olmağı vacibdir. Sosial zərurət də budur ki, insan öz növünü qorumaq üçün imama ehtiyacı var və bu imam insanların içərisindən olsa, insanlarda bu məsləhətə meyillilik qərizəsi olduğu üçün yenə də bu sosial nizam düzəlməyəcək. Buna görə bir sağlam bir şəxs, Allah tərəfindən təyin olunmuş bir şəxs gəlib bu rəhbərliyi nəzərə almalıdır, ələ almalıdır. Daimi ehtiyac, dini təfsir də yenə imamın var olmasının zərurətidir. Quran-ı Kərimdən də arqumentlər və dəlillər var ki, imam gərəkdir ola. Məsələn, Nisa surəsinin 59-cu ayəsində Allah Teala buyurur ki, ey iman gətirənlər, Allaha və onun rəsuluna və özünüzdən olan əmr sahiblərinə itaət edin. Demək, Allaha itaət etmək, Peyğəmbərə itaət etmək, əmr sahibinə itaət etmək möminlərin boynunda bir vəzifədir. Bu əmr sahibi olmalıdır ki, mən ona itaət edəm. Yəni, Allah buyurur ki, ey möminlər, Allaha itaət edin. Allah var ki, mən ona itaət edirəm. Peyğəmbərə itaət edin. Peyğəmbər var ki, mən ona itaət edirəm və əmr sahibinə itaət edin. Əmr sahibi kimdir? Əgər olmasa mən ona itaət edə bilərəm. Deməli, əmr sahibi olmalıdır ki, mən ona itaət edəm. Yenə rəvayətlərdə də bir sıra məsələlər var ki, imamətin olmağına işarə edir. Peyğəmbərin məşhur bir hədisi var ki, hər kəs öz zamanının imamını tanımadan ölsə, cahiliyyət ölümü ilə ölmüşdür. İmam olmalıdır ki, mən onu tanıyım. Demək, imam var ki, mən onu tanımalıyam. Tanımasam, cahiliyyət ölümü ilə ölmüş olaram. Və yaxud İmam Əleyhisselam buyurur ki, La buddə linnas min əmirin, bərrin əvfacirin. Qaçılmazdır ki, hər bir insanlara hökm edən bir rəhbər olmalıdır. İstər salih olsun, istər fasik. Yəni, rəhbər cəmiyyətin zərurətidir. Və yaxud biz sünnə və sirriyə baxanda görürük ki, Peyğəmbərdən sonra bu ümmətin rəhbəri olub, yəni imamı olub və eyni zamanda ictimai baxımından da görürük ki, bəli, imam mütləqdir ki, olmalıdır. Yəni insanlara həm dini tərəfdən, həm dünyəvi tərəfdən Allaha və onların boynunda olan vəzifəyə yönəltməlidir. Bu, imamət barəsində ikinci məsələ idi. Yəni, imamın vacibliyi məsələsi. Dedik ki, bütün məzhəblər demək olar ki, imamın vacibliyini qəbul edir. Amma necə vacibliyini, hansı formada vacibliyidir? Təbii olaraq bu barədə fikir ayrılığı var. Bu barədə inşallah gələn görüşümüzdə siz əzizlərlə müzakirə edəcəyik. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.